Salam, xüsusən də bütün gün diyetadayam deyib gözü dadlı-dadlı yeməklərdə olanlar, həmçinin də sağlam həyat tərzinə üstünlük verib iradəsi ilə qürur duyanlar, nə olsun ki ziyandır, fast foodsuz bir günün belə olmasın deyənlər, arıqlar, çəkisindən şikayətçi olanlar, hər kəs ekran qarşısına toplaşsın. Çünki bugün çox maraqlı bir müzakirəmiz və mövzumuz var. Mövzumuz isə vegetarianlıqdır. Yəni bu haqda danışacağıq. Təbii ki, gənclərimizlə birlikdə bu mövzunu müzakirə edəcəyik. Həmçinin də ekspert qonağımız da olacaq, bizə öz məsləhətlərini verəcək. Amma ilk olaraq istərdim ki, Maq Rəhmanın məhz mövzumuzla bağlı hazırladığı çox maraqlı və faydalı bir sujetini izləyək, sonra isə davam edək. Maglar, artıq sujetimin təqdimatından bəlli oldu ki, bugün danışacağım mövzu ət və ət məhsullarını yeməyən vegetarianlar haqqındadır. Britaniyalı aktrisa və prodüser Naomi Watts tamamilə vegetarian həyat tərzi sürür. Müsahibələrin birində o sevimli yeməyinin konservləşdirilmiş paxla olduğunu deyib. Naomi ideal bədən formasını da buna borcludur. İsrail əsilli Amerika kinoulduzu Natalie Portman heyvan mənşəli qidalardan 8 yaşından bəri imtina edir. Onun 8 yaşı olanda atası ilə tip konfransına gedir. Burada lazer işıqları bir cücənin üzərində gəzdirilir. Bu balaca qızda heç də yaxşı təəssürat yaratmır. Bununla da o həyat tərzini dəyişir. Portman həmçinin heyvan hüquqlarının qorunması üzrə də fəaldır. O, dəri, xəz, zamşa materiallardan olan geyimlərdən də istifadə etmir. Hollywoodun ən parlaq və ən gözəl aktrisalarından biri Olivia Wilde gözəlliyini vegetarian həyat tərzinə borcludur. Onun dediyinə görə vegetarianlıq asan deyil, lakin bu həyat tərzi insanı daha çox enerjili və gümrah edir. Oscar və Qızıl Globus mükafatlarının sahibəsi, Amerikanın cazibədar aktrisası Gwyneth Paltrow neçə illərdir ki, vegetarian həyat tərzi sürür. O, gəncliyin və gözəlliyin necə qorunub saxlanmasından bəhs edən 2 kitabın müəllifidir. O, məşhur aktyor Leonardo DiCaprio'nun təkidi ilə vegetarian həyat tərzinə keçib. Müsahibələrin birində isə bunları deyib. Leo mənə ət yeməyin mənfi tərəfləri haqda dəfələrlə danışıb. Mən artıq 20 ildir ki, ət yemirəm. Maglar, orqanizminizin qeydinə qalın, çünki o, həyatın çətinliklərinə və stresslərinə qarşı mübarizə apara biləcək ən unikal sistemdir. Bəli, Maqlar, artıq qonaqlarımız studiyamızdadır və biz mövzumuzun müzakirəsinə başlaya bilərik. Gənc qonaqlarımız bizimlədir, həmçində həkim diyetolog Şəhriyə xanım. Xoş gəlmişsiniz hər biriniz. Yaxşısınız, ümid edirəm ki, bugün çox maraqlı bir müzakirə edəcəyik və faydalı məlumatlar öyrənə biləcəyik. Həm ekspertimizdən, həm də ki, gənclərimizdən. Çünki hər birinin ayrılıqda özə məxsus fikirləri olacaq, burada bölüşəcək bizimlə. Amma mən ilk olaraq istərdim ki, söhbətimizə elə məhz Şəhriyə xanımla başlayayım. Çünki öyrənmək istəyirəm ki, ümumiyyətlə vegetarianlıq nədir və vegetarian kimə deyilir? İlk öncə mən də salamlayıram hər kəsi. Düşünürəm bugünkü məlumatlarımızdan hər kəs faydalanacaq. İstər ət yeməyi sevənlər, istərsə də vegetarianlar. Bəli. Vegetarianlıq nədir? Vegetarian hər hansısa bir səbəbdən ümumiyyətlə rasionunda ət istifadə eləməyən insanlardır. Amma bir vegetarianlıq ümumiyyətlə belə deyək, qolları, şaxələri, bölmələri çoxdur. Bir də veganlar deyilən bir bölümdə var ki, hansı ki ümumiyyətlə heyvan məhsulları belə. Bunlara südlər, yumurta, bal, bu məhsulları da belə hətta istifadə eləmirlər rasionlarında. Bunlara isə veganlar söylənilir. Ət yeməmələrinin səbəbləri də müxtəlif olur. Bəziləri ümumiyyətlə deyir, yemək üçün bəslənən heyvanları qəbul etmirlər. O ki, satış üçün nəzərdə tutulur, heyvandarlıqla məşğul olurlar, hansı ki, onların ətlərindən satış məqsədi üçün istifadə edəcəklər. Bu kimi məqamları qəbul etməyən insanlar da çoxsu. Elə isə gənclərin özləri ilə biz tanış olaq və onların fikirlərini öyrənməyə başlayaq. Çünki bizim burada əyləşən 2 gənc xanım vegetariandılar və
bir gənc bəyimiz var. O isə fast food yeyən belə deyək gəncimizdir. Çox sevir fast foodu. İndi onların da fikirlərini öyrənəcəyik. Başlayaq elə Aytən sizdən. Ümumiyyətlə nəyə görə vegetarian olmağa qərar verdiniz və nə zamandan bəri vegetariansınız? Mən vegetarianlığa 1 ildir ki, hardasa başlamışam. Əsas səbəbi isə sağlam həyat sürmək üçün. Dediyimiz kimi vegetarian sözü latıncadan dilimizə çevrildiyi kimi sağlam həyat mənasını, sağlam yaşam tərzini bildirir. Həmçinin vegetarianlar sağlam həyat tərzi sürməklə bir çox ölümcül xəstəliklərin qarşısının alınmasında, onların müalicəsində də istifadə etdiyi ərzaqlar daha çox yararlıdır. Bəs Zarina, maraqlıdır, sənin hekayən nə ilə bağlıdır? Sən nəyə görə qərar verdin ki, vegetarian olacaqsan və ümumiyyətlə ət yeməyəcəksən? Xanımın dediyi kimi ancaq heyvanı yəni onu satışa çıxartmaq üçün böyüdənlər, saxlayanlar, məsələn, elə yerlərdə necə saxlayırlar, məsələn, toyuqlar balaca qəfəsə yerləşdirirlər. Hətta elə burada mağazinlərin qabağında, gözümüzün qabağında, yəni balaca qəfəslərə 15 dənə toyuğu yerləşdirirlər. Yəni görəndə adam yazığı gəlir ki, toyuq normalda qaçıb ora-bura, yəni belə qanad çalar, yəni xoşuna gəlir toyuğun belə şeylər, amma ət satışı üçün belə yerlərdə saxlayırlar. Və sən bunu qəbul eləmirsən, ona görə də buna etiraz olaraq mən onu almaq üçün ora gedirəm, onlar da mənə sata bilsinlər deyə belə qəfəslərdə saxlayırlar. Yəni mən onlara, yəni səbəb oluram ki, onlar onları saxlayırlar, heyvanları saxlayırlar. Buna görə də ümumiyyətlə neçə müddətdə artıq yəni bu qərarı vermisən uşaqlıqdan yoxsa? 4 ildən biraz çoxdur. Belə. Bəs Vüqar, maraqlıdır. Sən bu cür həssas yanaşmaya necə baxırsan? Ümumiyyətlə səncə insan həqiqətən bu qədər həssas yanaşmalıdırmı? Yəni ki, toyuq niyə görə qəfəsdə saxlanılır? Qoy uçsun, getsin, otlasın. İlk öncə hər birinizi salamlayıram. Mən belə deyim, hər kəsin fikrinə hörmətlə yanaşıram, amma eyni zamanda da mən tamam başqa bir düşüncədəyəm. Əlbəttə ki, həmin heyvanlar Allah tərəfindən bizə göndərilib ki, biz onları yeyək. Yəni belə deyək, siz qeyd etdiyiniz kimi biz onları yeməsək, müxtəlif heyvanlar onu yeyəcəklər. Mən daha çox pasifyanəm, yəni siz qeyd etdiyiniz kimi və bu artıq həyatımda 3 ildən çoxdur ki, baş verir. Mən bunun heç bir ziyanını görmürəm, heç bir həssaslığını görmürəm və necə deyim, gördüyünüz kimi formadayam. Aha, düzdür, mən fast food yeyilməsinin tərəfdarı deyiləm və düşünürəm ki, hazırda sən bunun ziyanlı tərəflərini görməsən də, amma gələcəkdə ola bilsin ki, bəli, onun fəsadlarını görmüş olacaqsan. Çünki ümumiyyətlə nəinki fast food, yəni tez hazırlanan yeməklər, adicə qızartma yeməklər belə insan sağlamlığına çox ziyandır, yəni evdə hazırladığın müddətdə belə. Ona görə də yəni mən qidama çox fikir verdiyim üçün bu nüansları qeyd etmək istədim, amma hazırda istəyəcəm ki, elə bizim ekspert qonağımız, həkim diyetoloqumuz Şəhriyə xanım buna şərh versin ki, yəni həm bu qədər həssas yanaşmaq, həm də ki, qidalanmana belə fikir vermədən fast fooddan çox istifadə etmək nə dərəcədə düzgündür bir gənc üçün? Belə deyək, pasientlər müxtəlif olur, müxtəlif yanaşma ilə gələ bilirlər doktorun yanına. Amma biz belə deyək də, ət yeməyən insanları çalışmırıq ət yeməyə alışdıraq. Nəyə görə? Çünki artıq bunlar bunu seçiblər, onların öz fikirləridir, fikirlərinə belə deyək, hörmətlə yanaşırıq. Sadəcə olaraq, ola bilər, məsəl üçün, pasientlər özləri bilmirlər. Ət yemədikdə dəmir defisitli anemiya baş verir orqanizmdə, B vitamin əksikliyi yaranır orqanizmdə. Bunları bəzən onlar əvəzləyə bilmirlər. Əgər biz bunları əvəzləyə biliriksə, onun əvəzinə orqanizmə müəyyən rasionumuza belə deyək, qida məhsulları əlavə eləyiriksə, bu halda problem deyil. Əgər bunu mütəmadi biz həm qan təhlili eləyib yoxlaya biliriksə və yaxud heç bir nasazlıq hiss eləmiriksə orqanizmimizdə bunlarla bağlı dəri problemi olsun, saç, dırnaq problemi olsun, əgər bunları yaşamırıqsa, həmən o maddələri əvəzləyə biliriksə, bu halda problem yaşamırıq. Amma fast food yeyərək müraciət edən pasientləri bundan yayındırmağa çalışırıq. Çünki ola bilər, gəncimiz də söylədi, bugün onun bir fəsadını görmür, amma zamanla bu orqanizmdə bu fast food daim yeyən insanların orqanizmdə müəyyən mənfi təsirlərini qoyur. Zamanla bir çox xəstəliklər baş qaldırır orqanizmdəki. Bunların belə deyək, səbəbi o fast food belə deyək, çox erkən bir vaxtda fast food yeməyə başlamaqdan dayanır. Bəli, hətta deyərdim ki, mədə xorası belə yaranmağa başlayır. Çünki o qədər quru yeməyə başlayırsan ki. Bəli, bir çox xroniki xəstəliklərin təməlini orqanizmdə bax bu qızartma yeməklər, fast food qidalar, tez hazırlanmış, daha sonra energetik içkilər, şirin qazlı içkilər hamısının başlanğıcında bunlar dayanır əslində.
Mən istərdim ki, hazırda vegetarianlarla söhbətini davam etdirim. Çünki hər birimiz yaxşı bilirik ki, vegetarianlar ət yemirlər. Bəs maraqlıdır, onlar nə yeyirlər? Bax, bunu öyrənməyin zamanıdır. İstərdim ki, elə cavab verəsiniz. Aytən, sizinlə başlayaq. Ümumiyyətlə, əti nə ilə əvəz edirsiniz? Rasionunuzda nələr daxildir? Hansı qidalarla qidalanırsınız? Yəni əti çıxdıqda toyuq, balıq, qırmızı ət, qoyun, yəni mal ətini çıxdıqda yerdə qalan bütün produktlarla qidalanmaq olar sağlam şəkildə. Bunlara daxildir düyü, mərcimək, sonra paxlalı bitkilər, bitki mənşəli meyvələr, tərəvəzlər. Yəni hamısında çoxlu miqdarda protein var, dəmir var. Yəni deyirlər ki, dəmir tapmaq çox çətindir, amma bitkilər var ki, qara üzümdür, sonra mərciməkdir, şaftalıdır və bəzi bir çoxları var ki, adları yadımdan çıxır. Onların tərkibində dəmir bitkisi. Həmçinin omega 3 hardan əldə edirik? Ət yeyənlər bunu balıqdan əldə edirlər. Bizlər isə bunu yumurta və süd məhsullarından əldə edirik. Yəni ki, lakto-ovo veganlar. Amma digər veganlar isə hansı ki, heç bir heyvanı məhsullarla qidalanmırlar, onlar isə bunu xüsusi vegan tabletlər, proteinlər, həmçinin brokoli, kale kələmi deyilən bir kələm, qırmızı kələm və digər növlü kələmlərdən və bir də süd var, badam südü, soya südü, fındıq südü ki, bunlardan əldə edirlər. Bəs Zarina, maraqlıdır, sənin rasionuna hər hansı bir yəni başqa fərqli məhsullar daxildirmi ki, qeyd eləmək istəyərdin? Çox, yəni belə normalda hər gün meyvə yeməyə çalışıram. Şirniyyat yeyirsən də yəqin ki. Hə, onu çox yeyirəm. O biraz mənfidir mənə. Yəni belə ət yeməməyimə qarşı olaraq, yəni özümü sağlam tutmağa çalışdığım şeylər, meyvə tərəvəzi çox yeməyə çalışıram. Aha, bəs Şəhriyyə xanım, maraqlıdır. Ümumiyyətlə vegetarianlığı çox vaxt sağlam həyat tərzi sürən insanlar kimi təqdim edirlər. Çünki yalnız bitkilərlə və sair qidalanırlar. Amma bir peşəkar kimi sizin fikirlərinizi öyrənmək istərdim. Həqiqətən də vegetarianlıq sağlam həyat tərzi sürməyi deməkdirmi? Bilirsiniz, sözsüz ki, həmən insanlar öz həyat tərzlərinin tam doğru olduğunu, digərlərinin sağlam olmadığını iddia edirlər həmişə, belə fikirdədirlər. Əgər xanımlar həmən o birinci xanım söylədiyi kimi, əgər onları həmən əvəzləyə bilirsə, qida məhsullarını rasiona daxil eləyə bilirsə, sözsüz ki, həmən dəmiri yulaf əzməsində, mərcidə həddindən artıq çoxdur. Taxıllardan çox istifadə olunmalıdır. Daha sonra çərəzlər rasiona çox daxil olunmalıdır. Çünki protein ətdən bilirik ki, bol protein enerji mənbəyidir. Məsəl üçün, ən çox diyetlərdə, müxtəlif hər bir növ diyetlərdə mütləqdir ki, ət var rasionda. Ət protein qaynağıdır, zolal qaynağıdır. Ona görə də enerjili gün ərzində insanı saxlayır. Yəni, yediyimiz qidanın, ət yeməyinin enerjiyə çevirib orqanizmdə saxlamasına və gün ərzində özümüzü gümrah hiss etməmizi təmin edir. Bununla bağlı, əgər onu əvəzləyə biliriksə rasionda, niyə də olmasın? Yəni, qidalana bilərik. Əgər tam belə deyək də, orqanizmi o baxımdan kəsadlıq çəkmirsə, problem yoxdur. Mən söhbətimizi bu məqamda bir qədər kəsmək istərdim. Çünki sırada çox maraqlı bir sujetimiz var. Gəlin həmin sujeti izləyək. Bəlkə də vegetarian olmayanların da diqqətini çəkdi. Baxaq. Mayqlar, siz elə bilirsiniz, vegetarianlar tək tərəvəzlə qidalanırlar. Əslində onların da menyusu bizim menyu qədər zəngindir. 3000-dən çox çeşid var vegetarian yeməkləri. Bu Azərbaycan mətbəxində də bəzi yeməklərimiz var ki, onlar da vegetarian yeməklər sayılır. Aşpaz Elməddin bugün bizə bir Hind mətbəxindən vegetarian yeməyi təqdim eləyəcək. Bu Hindistan mətbəxindən olacaq. Palak pendir olacaq, ıspanaqlı pendir. Ispanağın özünün tərkibində çoxlu xeyirli vitaminlər var. Yəni, bu çox xeyirli bitkidir. Elə bundan da vegetarianlara məsləhət görərdim ki, ıspanaqdan daha çox istifadə eləsinlər. Panirimizi doğradıq, göyərtilərimizi doğradıq və tavaya artıq pendirimizi yağla bərabər atırıq və ədviyyatlarımızı qatacağıq bura. Biraz masala, biraz sarı kök,
xardal toxumu. Yəqin ki, tamaşaçılar görür bunu. Sonda duz istiyot vuracaq. Bu yeməkdən biz toyuq dadı alacağıq və biraz asatçıyla və göyərtilərimizi əlavə edirik. Qaymağımızı əlavə edirik bura. Suç etmisi izlədiyimizə görə artıq biz müzakirəmizə tam sürətlə davam edə bilərik və mən növbəti sualımı ünvanlamaq istərdim gənclərimizə. Belə bir deyim var, dünyaya bir dəfə gəlirik həyata, ye, iç, kef elə, yəni bu həyatın dadını çıxar, belə deyirlər də. Siz bu deyimlə razısınız, yoxsa yox? Mən bununla tam razıyam. Aha, yəni sən desəli tam bu deyimə uyğun həyat sürürsən. Bəli, belə də davam etmək lazımdır. Bəs bu, hələ ki bu tərəfin, yəni ziyanlı tərəflərini görməmsən, ona görə də istəyirsən elə bu istiqamətə davam edəsən, hər şeydən istifadə edəsən. Yəni dediyimiz kimi dünyaya bir dəfə gəlirik. Bəs Zarina, sən necə düşünürsən? Dünyaya bir dəfə gəlirik, ömrümüzü ancaq yemək içmək üçün sərf eləməyin bir mənası nədir ki? Yəni ondan sonra ye iç hissəsini ancaq heyvansız şeylərdə keçirtmək olar. Yəni ye iç hissəsində ancaq belə bitkilərlə, tərəvəz meyvə ilə keçirib ancaq kef hissəsinə daha çox vaxt ayırmağımız daha yaxşıdır məncə. Zarina, sən ümumiyyətlə həqiqətən də heyvanlara qarşı çox həssas yanaşırsan. Yəni bunu təqdir edirəm səndə bu xüsusiyyəti. Bəs maraqlıdır, bu xüsusiyyətə görə yəqin tənqid də olunursan ətrafın tərəfindən. Bəs ailəndə necə münasibət görürsən? Mən birinci təzə vegetarianam deyəndə özümə istədim ailəm bilməsin. Hər dəfə ortada ət yeməyi olanda, amma mən ac deyiləm falan deyib sonra özümə başqa yemək hazırlayırdım. Belə yavaş-yavaş artıq öyrəşdilər. Baxmayaraq ki, evdəkilər çox ət xoşlayanlardılar, amma belə hər dəfə ət yeməyi olanda artıq özləri də mənim üçün ayrı yemək hazırlayırlar ya da nəsə olanda mən gedirəm özüm hazırlayıram. Yəni normal qarşılayırlar evdəkilər. Qıraqdakılar, belə qrup yoldaşları falan hamı belə tənqid falan hər dəfə olur ki, bəlkə biraz dadına baxasan deyə müraciət edənlər olsun. Hə, zarafatına eləyirlər, bilirlər ki, yeməyəcəm. Belə, yəni zarafat eləyirlər. Bəs maraqlıdır, Aytən, sizdə necədir vəziyyət? Mən deyərdim ki, bu dünya ilk bir dəfə gəlirik, ye, iç, kef elə yaşa. Bunu əsasən doğru şəkildə nəzərdə tutmaq lazımdır. Yəni, ye, iç, kef elə yaşa, sağlam. Əsas məqsəd sağlam yaşamaqdır. Sağlamlığımıza diqqət etməliyik, xəstəliklərdən qorunmalıyıq. Şəhriyə xanım, belə bir ümumiyyətlə deyim var ki, yəni əgər sağlam olmaq istəyirsənsə, 3 ağdan uzaq durmalısan. Bu undur, şəkərdir və duzdur. Yəni bu düzgün fikirdir, yoxsa? Ümumiyyətlə sağlam qidalanmada rasiondan tam olaraq nəyisə tamamilə çıxarılmasının tərəfdarı deyiləm. Düzgün də deyil bu. Ümumiyyətlə hər şey yemək lazımdır. Rasionumuzda hər şey olmalıdır. Hətta ət də belə yemək lazımdır. Çünki ətdən ala biləcəyimiz qədər ola bilər bəzi şeyləri bitkilərdən, tərəvəzlərdən almaya da bilirik. Çünki belə deyək, mövsümü olmaya bilir, bilmirəm, bilməyənlər çoxdur, hətta çoxdur həddən artıq belə insanlar ki, ət yemirlər, amma ətdən ala biləcəyi həmən o qaynaqları nələrdən ala biləcəklər, onu bilmirlər çox adam. Yəni orqanizm də bunu əvəzləyə bilmirlər. Elə olmazmı ki, bir dəfə gəlirik həyata, elə sağlam qidalanaq, sağlam həyat tərzi sürək. Yəni orqanizm heç bir xəstəlik, xroniki bir xəstəlik, mədə filan. Bu dəqiqə gənclərimiz mədə şikayətinə çox müraciət edirlər həddindən artıq. Hətta birgə gənclər vaxt keçirmək üçün bir yerdə toplaşırlarsa, mütləq ilk getdikləri yer hər hansısa bir kafe, restoran olur. Yəni əyləncəni, boş vaxtını keçirmək üçün ilk ağlarına gələn bir şey bir yerdə toplaşıb yemək olur. Yəni əyləncə üçün həmən o vaxtı daha başqa bir şeylərə səmərəli bir halda keçirtmək olar. Yemək isə mütləq də gün ərzində 6 dəfə sağlam qidalanmaq, əsas o da yemək saatlarını keçirtməmək. Çünki bir çox işə bağlayanlar olur. Səhər durub səhər yemək yemədən evdən çıxanlar çoxdur. Ən böyük bu
addımı gənclər atır. Dərsə çatmadım, işə çatmadım filan, amma səhər yeməyinə mütləq vaxt ayırmaq lazımdır. Sağlam qidalanmanın başlanğıcında səhər yeməyi durur. Amma rasiondan çıxartmağa gəlincə isə xeyr, tam olaraq heç birini çıxartmırıq rasiondan. Un istifadə eləyirik, sadəcə olaraq düzgün zamanda, düzgün, məsəl üçün hətta xəmir xörəkləri belə yeyə bilərik. Lakin düzgün bir zamanda, düzgün porsiyada, qədərində yesək, onun heç bir ziyanı olmur orqanizmə. Yəni axşam yatmazdan qabaq, yəni xəngəl və yaxud da ki, digər xəmir yeməkləri yeyib yatmaq olmaz təbii ki. Yəni Duza bunu gəlin. çalışın ki, günorta yeməyində yeyək ki, Yemək yəni olar, gün ərzində heç olmasa siz müxtəlif işlərlə məşğul olacaqsınız və o zaman həmin qəbul etdiyiniz karbohidrat sərf olunacaq, elədir. Duza gəlincə isə mütləqdir ki, orqanizmdə gündə 6 qram duz olmalıdır rasionda. Elə insanlar var, bəli, həm xörəyə duz vururlar, həm salatda duz istifadə edirlər. Ümumən gün ərzində 6 qramı bölməlidirlər. Yəni duz da mütləq olmalıdır. Eynən də şəkər. Şəkəri şirin çaya saldığımız şəkərlə, həmən o şəkərlə yox, bəsit şəkərlə, onu başqa bir halda orqanizmə. Təbii şəkərlə. Bəli, baldan istifadə eləmək olar, bəhməzdən istifadə eləmək olar, meyvənin tərkibində ola bilər olsun. Yəni onun ilahda şirin çay halında orqanizmə ötürülməsi vacib deyil. Bəli, mən artıq demək olar ki, 1 ilə yaxındır ki, şirin çay deyilən bir şey artıq dilimə vurmuram. Düzgün seçimdir. Bəli, ümumiyyətlə şəkər tozu deyilən bir şeyi, yəni rasiondan çıxartmışam, istifadə eləmirəm. Çalışıram ki, sizin dediyiniz kimi təbii üsullarla həmin şəkəri qəbul edim, meyvələrdən, quru meyvələr və baldan və s. Bəs maraqlıdır, sizin xüsusilə diqqət etdiyiniz məqamlar varmı, yəni qidalanmanızda? Artıq mən Vüqara sual ünvanlaya bilmirəm, çünki Vüqar deyir ki, yox, mən hər şey yeyirəm, istədiyim kimi hər şeydən istifadə edirəm. Yemədiyim bir şey var Vüqar? Xeyr. Sevmədiyin heç nə yoxdur məsələn? Xeyr. Hər şey Hər şey. Hər şeyin insan hər hansı bir yeməyi yeməyə bilər, əlbəttə ki, onun dadından asılıdır. Yəni onun hər hansı bir yemək dadlı da bişirilir, dadsız da bişirilə bilər. Və dadlısı əlbəttə ki, hər birimiz yeyirik. Və eyni zamanda həkimə sual vermək istərdim. Siz deyirsiniz ki, yəni səhər yemək yeyirik, razıyam, səhər yemək yeyirəm, düzdür, naharımı işdə edirəm, fast food olur və yaxud da ki, hər hansı bir kənarda, dərslə əlaqədar. Və axşam evə gəldiyim zaman da normal, belə deyim, hər kəsin istifadə etdiyi sulu yemək və yaxud quru yemək yeyirəm. Yəni sizcə necə, sağlamam? Yox, əgər rasionda hər gün fast food varsa, burada artıq belə deyək də, yəni sağlamlıqdan söhbət gedə bilməz da, yəni biraz tam söhbət olaraq. gedə bilməz tam olaraq. Yəni yenə də deyirəm, əgər bilmirəm bugünkü söhbətlərimizdən faydalana bildinizsə, ən azından rasionda onu azaltmağa çalışın. Tövsiyəm budur. Okay, çox sağ olun. Fikrinizə hörmətlə yanaşıram əlbəttə ki. Buyurun. Xanımlar, Zarina, istərdim ki, sənin də fikirlərini öyrənim. Qreçka kimi belə şeyləri Amma xoşlamıram bilirsən ki, yeməyi. qarabaşaq çox yəni faydalı qidadır və Faydalarından mənim demək olar ki, xəbərim var. menyumun ən özəl yeməklərindən biridir. Bu uşaqlıqdan olan bir şeydir, yeyə bilmirəm. Aytən? Məndə isə brokkoli kələmidir. Onun dadını mən heç sevmirəm. Düzdür, ətlə müqayisədə bir qısaq ətdə 5,4 qram protein varsa, brokkolidə 11,2 qram protein var. Lakin mən onun dadını sevmədiyim üçün onu başqa tərəvəzlərlə, meyvələrlə əvəz edirəm. Onu yeyə bilmirəm. Aha, çox gözəl. Fast food istifadə edən insanlara tövsiyə edərdim ki, bəzən belə deyək, bəhanə olaraq gətirirlər ki, iş yerində yemək filan, ancaq sifariş halında ola bilər. Olsun, ya özləri ilə ya sendviç götürə bilərlər. Məsələn, axşam daha balanslı yeyə biləcəklərsə, sendviç, salat ola bilər. Sifariş etdikdə belə çalışıb sağlam qida sifariş etmək olar. Yəni vacib deyil onun pizza, hamburger və yaxud başqa fast food növ qidalar olsun. Söyləyirəm, məsələn, gəncimiz ki, işdə oluram, çatdıra bilmirəm və s. O əslində bəhanədir, mən də işləyirəm, amma mənim iş yoldaşlarım çox gözəl görür ki, hətta mənə deyirlər ki, sən necə yəni həvəslisən də bu cür qidalanmanda, hər dəfə özünlə gətirirsən, öz menyuna uyğun yeməkləri və onunla qidalanırsan. Yəni insan istəyəndə edə bilir əslində. Yəni son olaraq da istərdim ki, peşəkar qonağımız bizim gənclərimizə, izləyicilərimizə məsləhət versinlər. Yəni lazımdırmı, yəni xüsusi olaraq vegetarian olunsun və yaxud da ki, müəyyən qidalardan imtina olunsun, yoxsa sağlam həyat tərzi sürə bilmək üçün nələri etmək lazımdır? Xeyr, nələrdənsə imtina etmək lazım deyil. Bütün hər bir nə nemətlər varsa yeməli olan hər bir şeydən istifadə etmək lazımdır. Lakin günlük rasionumuzda onları düzgün zamanda, düzgün porsiyada olmalıdır. Gənclərimiz bu dəqiqə ən çox baş verən hal səhər yeməksiz evdən çıxmalarıdır ki, tövsiyə edirəm ki, mütləq hər gün səhər yeməyi yesinlər. Bir də fiziki aktivlik.
mütləqdir ki, müəyyən yaşa çatandan sonra müxtəlif xəstəliklər orqanizmdə baş qaldırır ki, bunlar dayanır sağlam qidalanmamaya öncədən və fiziki aktivliyin insan həyatında Passiv gənclik həyat vaxtından olmamasına. Bəli. Təşəkkür edirəm. Çox sağ olun gəldiyinizə görə. Düşünürəm ki, buradan çox şey öyrəndik hərəmiz özümüzə görə. Bilmirəm Vüqar özünə görə nəticə çıxaracaq yoxsa yox, amma ən azından sən bu məlumatları öyrənmiş oldun. Bunu əyani şəkildə, yəni qarşı-qarşı əyləşərək yəni həkim dietoloqla soruşdun və cavabını da aldın. Təşəkkür edirəm. Çox sağ olun. Hər kəs öz ağız dadına yaxşı bələddir. Ona görə də onu yeyin, bunu yeməyin deyə bilmərəm. Amma deyə bilərəm ki, sağlam qidalanın dostlar. Müdriklərdən biri deyirdi, tibbi qarşında çöktürmək istəyirsənsə, zərərli qidalardan uzaq dur. Odur ki, seçim hər kəsin öz əlindədir. Sağlam qidalanın ki, sağlam yaşayasınız. Salamat qalın dostlar. Bugünlük bu qədər. Hələlik.